Ulduzlu səyahət uzaq bir kənddə Azərbaycanın şirin dağlarının ətəyində yerləşən Əs-Səmər adlı kiçik bir yer var idi. Bu kənd hər tərəfdən mavi səmalar, yaşıl çayırlarla əhatə olunub, qədim ağacların kölgəsində sanki min illərin sirlərini daşıyırdı. Kəndin dar küçələrində hər kəs bir-birinə salam verər, böyük yaşlıların hikmətli sözlərinə qulaq asardı. İşte belə bir yerdə gənc bir uşaq, adı Rəvan olan oğlan böyüyürdü. Rəvanın həyatında hər şey həm sadə, həm də möcüzə dolu idi. O, hələ uşaq yaşlarından kəndin hər küncündə yaşayan tarixləri, nağılları və insanlıq dərslərini qucaqlayırdı. Rəvanın atası Cavad bəy kəndin ən hörmətli insanlarından biri idi. O, böyük Tolstoy romanlarının qəhrəmanları kimi həyatın sərt reallıqlarını və insana olan məhəbbəti dərindən yaşadı. Cavad bəy hər axşam Rəvanı öz qəşəng nağılları ilə yuxuya aparır, ona həyatda doğru yolda necə irəliləmək, insanlara qarşı mərhəmətli olmaq və səmimi qalmaq barədə öyrədirdi. Rəvan isə atası sözlərindən Azərbaycanın qədim və mübariz tarixində öz izini tapmağa çalışırdı. Bir gün kəndin yaxınlığında axan sakit çayın kənarında Rəvan yeni bir macəra yaşamaq arzusu ilə doldu. O, çayın sərin suyunun şırıltısının, quşların nəğmələrini və uzaq dağların sükunətini dinləyərək içində gizlənmiş bir sualın cavabını axtarırdı. Həyatın əsl mənası nədir? Bu sual onun kiçik qəlbini narahat edirdi və o, hər gün atası Cavad bəyin yanında onun hikmətli sözlərini dinləyərək öz içindəki cavabı tapmağa çalışırdı. O gün səhər erkən saatlarda günəşin ilk şüaları kəndin dar küçələrinə düşərkən Rəvan atası ilə birlikdə kəndin kənarına doğru yola çıxdı. Kəndin yaşlı ağaclarının kölgəsindən o, atası ilə tək-tənha gedərək geniş düzənliklərə sarmaşıqla bəzədilmiş dar yollarla getdi. Bu yolda hər addımda kəndin tarixi və əzəməti ona yeni dərslər öyrədirdi. Atası Cavad bəy, Rəvan, həyat sənin keçdiyin yoldur. Hər bir addım, hər bir qarşılaşma sənin gələcəyinə işıq tutar. İnsan olmağın ən böyük gözəlliyi ürəyində mərhəmət, səmimiyyət və dürüstlük saxlamaqdır, deyə söz açdı. Yolda qarşılarına kəndin ən bilmiş qadınlarından biri olan Zeynəb xanım çıxdı. Zeynəb xanım nəcib ürəyi və dərin biliyi ilə kəndin hər kəsinə məsləhət verər, sevinci və kədəri bölüşərdi. O, Rəvanı gördükdə gülümsəyərək, ey balam, sənin gözlərində ulduzların parlaqlığı var. Hər kəs öz yolunda sınaqlarla üzləşir, amma sənin ürəyindəki saf məhəbbət sənin ən böyük silahındır, deyərək ona can verdi. Rəvan, Zeynəb xanımın sözlərindən atası Cavad bəylə birlikdə öyrəndiyi həyat dərslərini xatırlayırdı. Yol davam edərkən Rəvan və atası kəndin kənarındakı meşəyə doğru irəlilədilər. Meşə sanki bir nağıl dünyası idi. Ağacların arasında qırmızı, sarı və yaşıl yarpaqların rəngarəng oyunu, quşların səmimi nəğmələri, yüngül küləyin pıçıldamaları hamısı Rəvanın içindəki marağı daha da alovlandırırdı. O, hər bir ağaca, hər bir daşın, hər bir çiçəyin öz nağılını daşıdığını hiss edirdi. Bu nağıl dolu yolda Rəvan atası ilə dərin söhbətlər edirdi, həyatın mənası, əsl dostluq, insan sevgisi və səmimiyyət barədə düşünürdü. Atası Cavad bəy, bala, görürsənmi? Həyat təkcə gözəllikdən ibarət deyil. Burada təbiətin ən dərin sirlərini, həm sevinci, həm də kədəri tapa bilərsən. Hər bir çiçəyin açması, hər bir quşun uçuşu sənin üçün bir dərsdir. Sən də öz yolunu tapacaq və həyatın mənasını anlamağa başlayacaqsan, deyərək ona böyük ümid bəxş edirdi. Meşənin içində gedərkən yolda yeni dostluqlar da baş verirdi. Biraz öncə Rəvan gənc bir qızla rastlaşdı, onun adı Aygün idi. Aygün kəndin başqa ucqar bir evindən gəlmişdi və onun da gözlərində həyatın sirlərini tapmaq arzusu vardı. O, Rəvanla birlikdə atası Cavad bəylə addımlayır, meşənin sirli yollarında gəzərək təbiətin və insanın incə hisslərini kəşf edirdi. Aygünün səmimi gülüşü Rəvanın ürəyində xoş bir sevinc oyadır, ona yeni ümidlər verir və onların aralarında dərindən bir dostluq yaranırdı. Günorta saatlarında meşənin kənarında yerləşən kiçik bir çayın yanına gəldilər. Çayın suları sərin və təmiz idi, sanki min illərin sirlərini daşıyırdı. Rəvan çayın kənarında oturub, suda əks olunan buludların şəkillərini seyr edərkən ürəyindəki sualları Aygünə və atası Cavad bəyə danışdı. Bəs həyatın əsl mənası nədir? Niyə bəzən sevinci, bəzən isə kədəri bir yerdə yaşamalıyıq? Atası Cavad bəy dərindən nəfəs alaraq, həyat, balam, təkcə sevinc və ya kədərdən ibarət deyil. Hər ikisi birlikdə sənin ruhunu formalaşdırır.
Kədər sənin daha da möhkəm olmağın, sevinc isə həyatın gözəlliyini anlamağın üçün vacibdir. Hər bir an sənin həyat nağılına yeni bir səhifə əlavə edir, deyərək izah etdi. Aygün də başını tərpədərək, hər kəsin həyatında həm gülüşlər, həm də göz yaşları var. Biz bu yolda bir-birimizə dəstək olmalı, birlikdə böyüməliyik, dedi. Bu söhbətlər o gün çayın kənarında keçən vaxtı daha da dərin və mənalı etdi. Hər kəs sanki təbiətin öyrətdiyi dərsləri, həyatın əbədi dövranını hiss edirdi. Rəvanın kiçik ürəyi bu anlarda böyük bir hikmətlə dolurdu. O, anladı ki, həyat bir yoldur və hər bir addım, hər bir qarşılaşma sənin gələcəyinə işıq saçan bir fənər kimidir. Gün batanda atası Cavad bəy Rəvanı və Aygünü kəndə doğru geri qaytardı. Kəndin dar yolları və qədim daş evləri axşamın nurlu işığında sanki başqa bir aləmin qapısını açırdı. Evin önündə böyük bir ağacın altında kəndin yaşlıları toplanmışdı. Onlar Rəvanın və dostlarının səyahətindən sonra onların öyrəndiklərini, yaşadıkları macəraları maraqla gözləyirdilər. Kəndin böyük rəfiqəsi olan Nigar xanım, hər uşaq öz yolunu tapar, amma ən önəmlisi sənin qəlbindəki dürüstlük və səmimiyyətdir, deyərək onlara xeyir dua verdi. O axşam Rəvan yatağa uzanarkən atası ona bir dəfə daha xatırlatdı. Həyatın hər anı sənin nağılındakı yeni bir fəsildir, balam. Sən böyüdükcə həyatın mənasını özün tapacaqsan. Yadda saxla ki, hər zaman ürəyindəki səsi dinləməli, sevgi ilə yaşamalısan. Rəvanın gözlərində ulduzlar qədər parlaqlıq və ümid vardı. O, atası sözlərini ürəyinə yazdı və yuxuya getdikdə yuxularında kəndin dar yollarından, meşələrin dərinliyində və çayın sərin sularında öz səyahətini davam etdirdiyini gördü. Günlər, aylar keçdikcə Rəvan böyüdü, amma o, həmişə uşaqlığının saf xatirələrini, kəndin gözəlliyini və atası Cavad bəylə öyrəndiyi hikməti unutmadan həyat yolunda irəliləyirdi. O, artıq gənc bir oğlan olmuşdu, amma ürəyindəki uşaq ruhu hələ də səmimi və dürüst idi. Rəvan kənddəki digər uşaqlara da öz macəralarını danışır, hər birinin içindəki işığı oyandırmağa çalışırdı. O, onlara deyirdi, hər birinizin yolunda sınaqlar var, amma ən böyük güc ürəyinizdəki sevgi və inamdır. Unutmayın ki, həyatın hər anı, sevincli və kədərli, sizi daha da gözəl edir. Kəndin qədim əfsanələri, Tolstoyun romanlarının incə təsviri kimi hər kəsin həyatında dərin izlər buraxırdı. Kəndin qoca qapıları, nəcib divarları və ulduzlarla bəzənmiş gecələri sanki min illərin sirlərini danışırdı. Rəvanın macəraları kəndin bütün sakinləri tərəfindən böyük maraqla dinlənir, onlara həyatın müxtəlif rənglərini, sevincini və kədərini xatırladırdı. Beləliklə, Ulduzlu Səyahət adlı bu hekayə Rəvanın və onun dostlarının həyatında baş verən, sadə amma mənalı macəraları və dərs dolu səyahətini izah edir. Hər addımda, hər qarşılaşmada onlar öyrəndilər ki, həyatın əsl mənası sadəcə böyük uğurlarda deyil, həm də kiçik anlarda, qəlbdə gizli qalan səmimiyyətdə və dürüstlükdədir. Rəvan, kəndin ulduzlarla bəzədilmiş səmasında böyüdü, hər zaman ürəyindəki səsi dinlədi və bütün sınaqlara baxmayaraq inamla yoluna davam etdi. Bu nağıl yalnız Rəvanın şəxsi səyahəti deyil, eyni zamanda bütün kəndin, Azərbaycanın qədim torpaqlarının, tarixinin və mədəniyyətinin canlı şahididir. Gənclərin ürəklərində doğan işıq, yaşlıların hikmətli sözləri, təbiətin sükunətindəki dərslər və dostluğun səmimi ümidləri hər zaman bir araya gələrək kəndin ruhunun, insanlıq dəyərlərini və həyatın əbədi mənasını izah edər. Beləcə, ulduzlu gecələrdə, kəndin sakitliyində və hər səhərin ilk işığında Rəvanın və onun dostlarının səyahəti davam etdi. Hər kəs bu səyahətdə öz içindəki işığı tapdı, hər addımda sanki min illərin sirlərini kəşf edərək gələcəyə ümid dolu baxdı. Və nəhayət, ulduzlu səyahət hər birimizin həyat nağılına, ürəyimizdəki o səmimi işığa bir xatırlatma oldu. Həyat bir yoldur, hər addımında sevgi, səmimiyyət və dürüstlük var. Bu hekayə Tolstoyun dərin təsviri və Azərbaycanın yerli rəngarəng elementləri ilə bezənmiş, insan ruhunun sarsılmaz gücünü və həyatın əsl mənasını göstərən bir dastandır. Rəvanın və dostlarının yaşadıkları, böyüdükləri və öyrəndikləri bu səyahət həm uşaq, həm də böyük üçün bir ilham qaynağı olaraq ürəklərdə əbədi yer tapdı. Beləliklə, Ulduzlu Səyahət adlı bu nağıl sadəcə bir uşaq hekayəsi deyil, həm də hər birimizin öz həyat yolunda ümidlə, sevgi ilə və dürüstlükdə irəliləməli olduğumuzu bizə xatırladır. Hər kəsin ürəyində təkcə günəşin işığı deyil, eyni zamanda ulduzların sərin parlaqlığı da var, o da insanın ruhunu işıqlandıran əbədi bir mənbədir.